Bizim icra hakimiyyəti haqqında mən keçən səfər dedim. Dedim ki, gələn verilişimizdə, çıxışımda mən onu sizə adlarla deyəcəm. Nahid Bağırov İsmaili rayonuna gələndən bir qısa müddət sonra öz pis fəaliyyətinə görə sizin tərəfinizdən töhmət verildi. Töhmət veriləndən də biraz sonra İsmaili şəhər icra nümayəndəsi rüşvətə görə, korrupsiyaya görə həbs olundu. Və bu da az imiş kimi, Nahid müəllim gələndən sonra İsmaili rayonunun mərkəzində çox qəşəng, vaxtilə tikilmiş fontanlar var. Və Heydər Əliyev parkında da Sovet dönemindən tikilmiş çox gözəl fontanlar var. Və orada yay aylarında parka gələn yaşlı adamları, uşaqları, qocaları, qonaqları çayla təmin olunurdu. Çay içirdilər, istirahət edirdilər. Ayaq yolusu var idi. Nahid Bağırov gələndən sonra həmən çayxana bağlanılıb, 5 ildir işləmir. Həmən tualetlərin qapıları bağlanılıb, 5 ildir işləmir. Həmən fontanlar da 5 ildir işləmir. Nə rayonun mərkəzindəyik, nə Heydər Əliyev adına parkdayıq. Və bu da az imiş kimi, rayon icra hakimiyyətinin balansında o vaxtı Heydər Əliyev parkında olan bir çayxana var. Dəmir kupoldan tikilmiş. Onu deməli DSNF-nin müdürü olan Kamran Muradova Mirzamət Sadıqovun dövründə veriblər. Necə veriblər, sənədləri necə sənəd eləyiblər bilmirəm. Mən keçən ilin sentyabr ayında Şimal Regional İdarə ilə əlaqədar o icra hakimiyyətinin maşını, xidməti maşını 5 il oranın müdüründə olub, 5 il o texniki baxışdan da, icbari sığortadan da, benzinin də hamısı icra hakimiyyəti təmin eləyib, ödəyib, yəqin ki, onun balansındadır, o verib. Amma maşından istifadə edən Şimal Regional Gənclər İdarəsi olub, onun müdürü olub, öz işlərinə, bazarlığına, harasa o maşından istifadə edib. Mən onu dedim, alın maşınınızı özünə, mənə ərizə yazdırdı ki, siz ərizə yazın, sizin ərziyə istinad edib mən o maşını alım. Bəli, mən ərizəni yazdım, mənim ərizəmə də istinad edib həmən maşını aldı. Amma bütün bunlara baxmayaraq, bu icra hakimiyyətinin özünün bir qanunsuzluğudur. Yəni, öz nəzarətdən kənarda qalmağıdır. Sonra icra hakimiyyətinin mən keçən ilin sentyabrında məktub verdim ki, bu icra hakimiyyətinin balansında olan çayxana alınsın, verilsin icra hakimiyyətinin. Mən keçən ilin sentyabr ayında ərzi ilə müraciət elədim ki, bəs o çayxananın alın verin icra hakimiyyətinə. Qazilər var, tədbirlər var. Elə hazır bu tədbirləri keçirdəndə anım günləri olur. Özünüzün bir iaşə obyekti olsun. Verin bir şəhid ailəsinə, verin bir qaziyə, verin bir sosial durumu bir pis olan bir ailəyə həm işləsin, bir parça çörəyin qazansın, həm də orada öz tədbirlərinizi keçirdin. Amma bu günə qədər bir dəfə şəhər icra nümayəndəsi mənə məktub yazır ki, o bizim balansımızda da araşdırırıq. Sonra icra hakimiyyəti mənə məktub göndərir ki, o bizim balansımızda deyil, ya başqa bir çayxanadır. Amma 15 ildir fəaliyyət göstərən həmən çayxananın bu günə qədər sənədlərini tapıb ortalığa çıxarda bilmirlər. O obyekt bu günə qədər nə torpaq vergisi verir, nə əmlak vergisi verir, nə də sənədləri var. Sənədlər yoxdur ortada. Bəs necə olur ki, bu boyda tikintiyə nəzarət qrupları var. Fövqəladə var, şəhərsalma və arxitektura idarəsi var, nə bilim, yanğından mühafizə var, icra hakimiyyəti var. Bütün bunlara baxmayaraq, bu cür obyektlər 15 ildən, 10 ildən fəaliyyət göstərir. Özdə bu DSNF-də müdür olduğu dövrdə tikilib bunlar, olunub bunlar. Bu müdür ola bu vəsaitlər hardandır? Mən o adamla heç bir problemim yoxdur. Mən dövlətin əmlakından söhbət gedir ki, dövlətin əmlakı necə mənimsəlinir, necə şəxs adamlara verilir, necə bu idarə müdürlərinə verilir. O da əgər yoxlama palatası gələrsə, korrupsiya idarəsi gələrsə, maliyyə nazirliyi gələrsə, məni dəvət edərlərsə, mən onları, o faktları onda onlara açıqlaya bilərəm. Bundan əlavə, orada pensiya çıxarılmış bir ümumi şöbə müdürü var. Vaxtilə mənim evimə o məni ölümlə hədələmək üçün nə var? Mən İsmaili rayonunda olan bu negativ halları, bu gördükləri pis işləri cənab prezident sizə çatdırmağıma görə mənim evimə bir öz qohumun göndərib məni ölümlə hədələmişdi. Bugün də o adam orada işləyir, pensiya çıxmağına baxmayaraq. Bunlar hamısı 5-ci kolon deyərəm mən bunlara. Əgər bu gün vətəndaşların ərizələrinə aylarla cavab verilmirsə, əgər bu günlərin bu rayonda rüşvətxorluq deyilən korrupsiya hallanırsa, ona görə də bunlar ancaq 5-ci kolon ola bilər.
Mən Qalacıq kəndində bu ilin fevral ayında 7 kilometr Qalacıqdan daha doğrusu lap yuxarı kənara, kənddən kənara 7 kilometr dövlət vəsaiti hesabına asfalt çəkilib. Bu orada deyilənə görə Nahid özü üçün istirahət park məkanı tikdirib və onun aprel ayının 4-də də özünə orada ad gün eləyib və açılış eləyib. Əcəb eləyib. Ad günündə təbrik eləyirəm, Allah canını sağ eləsin. Amma mənim rayonuma xidmətindən söhbət gedirsə, 7 kilometr öz obyektinə dövlətin vəsaiti ilə asfalt vurur. Həmin asfaltın üzərində 300-dən yuxarı körpə uşaq və biri bir kollektiv olan məktəb var. O məktəblə həmin asfaltın arası 80 metrdir. O 80 metr asfaltı vurmur. O uşaqlar üçün rahat gedib gəlməsi üçün ona o bir qayğı göstərmir. Bu günlərin bizim uşaqlara deyim, bizim kəndlərimizə deyim, bunların münasibəti bundan ibarətdir. Nahid müəllimin dövründə Coca-Cola binasının tikintisində Allah canınızı sağ eləsin, siz cənab prezident gəldiniz, orada açılış elədiniz və bütün bu iş adamlarının ölkəyə dəvəti, bu cür fəaliyyəti sizin əməyinizlə bağlıdır. Amma yerlərdə bunlar hamısı öz adlarına çıxırlar, əcəb eləyirlər, olsun. Amma Coca-Cola Topçu Belediyesine 375 bin manat pul ödedi. Yani torpağın bir kvadratı orada 20 manat idi. O 15 hektarı bunlar 3 dəfə tender keçirdilər. Mən xahiş eləyərəm ki, yoxlama palatasına bunu da yoxlasınlar. 3 dəfə tender keçirdib həmən 20 manata dəyəri olan torpağı gətirib 2 manat 50 köpük elədilər. Mən korrupsiya idarəsinə müraciət eləmişdim Respublika prokurorluğuna. Onlar gəldilər, burada necə araşdırma apardılar bilmirəm. Mənə də heç bir cavab vermədilər. Deyilənə görə 3 milyon orada rüşvət almışdılar, 375 min də Topçu Belediyesine keçirilmişdi. Və Topçu Belediyesinin peçatı 375 min o keçirilən kimi alıb gətirib Nahid müəllim onların peçatını qoymuşdu seyfinə. 3 ay onun seyfində qalmışdı. Və o pul necə oldu? Necə mən onu işıqlandırandan sonra Respublika prokurorluğuna deyəndən sonra peçat qaytarıldı, amma pul yoxdur. Pul necə oldu bilmirəm. İndi hüquq mühafizə orqanları zəhmət çəksin, araşdırsın, görək o pullar hardadır, necə yeyilib, necə olub, hara gedib. Və bununla əlavə bizim rayonda kərpiç zavod var. Nahid müəllim rayona icra başçısı gələnə qədər o kərpiç zavod 80-100 nəfərə qədər adam işləyirdi. Rayonu kərpiçlə, ev tikənlərlə, cavan ailələr var, təmirlər var, təmin eləyirdi. Ucuz başa gəlirdi. Bugün İsmaili rayonuna Beyləqandan, İmişlidən, Göyçaydan, Ağsudan, bütün rayonlardan kərpiç gəlir. Necə olur? Bu rayonlarda ekologiya idarəsi deyimmi, torpaq idarəsi deyimmi, icra hakimiyyəti deyimmi, başqa maniyə olan idarələr yoxdurmu? Onların hamısında bu istehsal var, bizdə yoxdur. Niyə? Hətta bizdə Aşıq Bayram su ambarı deyilən yer var. Ora su gedir, kanalla su gedir. O kanalın içi təmizlənib, o kanalın içindən təmizlənən torpağı kərpiç zavoda dedik gətirsin, kərpiç bağlasın, düzəltsin, ona yarayırdı. Onun da qarşısını aldılar, ona da imkan vermədilər. Hətta buna imkan vermədilər, zavod işləsin. Yəni bunun fəaliyyəti bu günləri budur, cənab prezident. Sonra bugün İsmail rayonunda Nahid müəllim gələndən sonra Meşə idarəsinə bir polkovnik gətirilib qoyulub. İcra nümayəndəsi, tutulan icra nümayəndəsi bir polkovnikdir. Olimpiya kompleksi bir polkovnikdir. İstilik sistemləri idarəsinin müdürü bir polkovnikdir. Bu günlərim JEK deyilən mənzil kommunal idarəsi var. Onun müdürü bir polkovnikdir. Bu polkovnikləri hamısı pensiya alan, özdə yüksək pensiya alan adamlardır. Amma diplomu cibində olan bədən tərbiyəsi müəllimləri, o işə mütəxəssis olan adamlar, bu polkovnikləri nə istiliyə, nə kommunal müəssisələrinə, nə olimpiya kompleksinə, nə meşəyə, nə də icra nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. Bunlar heç vaxt Yeni Azərbaycan Partiyasının üzvü də olmayıb. Bunlar vətəndaşlarla, ictimaiyyətlə işləməyib. Bunlar həmişə əmr verən adamlar olub və əmr qəbul edən adamlar olub. Bunlar əmr qəbul edirlər və insanlarla da saldat kimi rəftar edirlər. Ona görə də Meşə İdarəsinin müdürü də, icra nümayəndəsi də 2 polkovnik tutuldu. Qalanlar da indi bilmirəm necə olacaq. Yəqin ki, sizin rəhbərliyiniz sayəsində, humanistliyiniz sayəsində bizdən də, bunlardan da bizim canımızı qurtararsınız. Yəni bugün İsmaili rayonunda bu dərəcədə acınacaqlı hal var, cənab prezident. Bizim yollarımız çox pis vəziyyətdədir. Bugün də çox pis vəziyyətdədir. 10 gün, 15 gün bundan qabaq deyilməsinə baxmayaraq heç bir tədbir yoxdur.
Bu yaxınlarda Nahid müəllim deyirlər, bizim qardaşlaşmış Yaponiya ilə qardaşlaşmış bir şəhərimiz var. Yaponiya gedib. Soruşuram, hansı vəsaitlə? Deyir, yarı dövlət vəsaiti, yarı öz vəsaitim. Yaxşı, əcəb elədin. Kimin vəsaitinə getmirsən? Sən Yaponiyada gördüyün hansı işlər gəlib bu şəhərdə tətbiq eləmisən? Bəlkə insanlarla özlə görüşlər keçirdirsən, heç bir problemimiz yoxdur. Bizim çox problemlərimiz var. Özdə bugün bu rayonda olan rəhbərlərin sayəsində problemlərimiz var. Yolsuzluq problemimiz var, işıqsızlıq problemimiz var, nə bilim təqib olunmaq problemimiz var, iş adamlarına maneə problemimiz var. Bu günlərim İsmailli rayonunda hələ də 40% taxıl sahələri monitorinq oldu. 60% durur. 60% insan hələ subsidiyanı ala bilməyib. Ala bilməyəcək də. Taxıl biçinində az qalıb. Yəni kənd təsərrüfatı nazirliyinə sən icra başçısı danışıb bunu yoluna qoya bilmirsənmi? Sən o boyda kərpiç zavodun işləməsinə bir rəvac verib bir yerlə danışıb kömək eləyə bilmirsənmi? Yəni sizin işiniz nədən ibarətdir? Sən Yaponiya gedib gəlib, sən mənə heç nə verməyəndən sonra sən Yaponiya özün üçün gedib gəzib gəlirsənsə, necə olur bu?